Hər kəsə salam. Bugünkü mövzumuz coğrafi təbəqənin inkişaf mərhələləri və qanuna uyğunluqları, bir də təbii zonalar olacaq. İlk olaraq gəlin görək coğrafi təbəqə nə deməkdir? Ümumiyyətlə litosfer, atmosfer, hidrosfer və biosfer bir-biri ilə qarşılıqlı əlaqədədir və litosferin üst hissəsi, atmosferin aşağı hissəsi, hidrosfer və biosfer. Bunlar bir yerdə coğrafi təbəqə adlanır. Coğrafi təbəqə yer səthindən təxminən 20-25 km hündürlüyə qədər olan bir ərazini əhatə edir, yəni yuxarı sərhəddi ozon qatından aşağıda, yəni troposferdə yerləşir. Aşağı sərhəddi yer qabığında, yəni yer səthindən təxmini 10-12 km dərinlikdə yerləşir. Hidrosferdə isə Mariana çökəkliyində yerləşir. Ümumilikdə isə coğrafi təbəqənin qalınlığı 50-55 km-dir. Coğrafi təbəqə daimi inkişaf edir və onun inkişafının iki əsas xüsusiyyəti var. Bunlardan biri coğrafi təbəqədə günəş enerjisi və yerin daxili enerjisinin olmasıdır. Digəri isə coğrafi təbəqədə maddələrin ümumi dövran prosesinin baş verməsidir. Bu nə deməkdir? Ümumiyyətlə maddələr deyəndə təbiətdə olan su, hava, üzvü maddələr, suxurlar, qazlar və s. bunlar nəzərdə tutulur. Və bunların, yəni suyun, havanın, suxurların, üzvü maddələrin və s. dövranı baş verir və bunun da nəticəsində coğrafi təbəqənin fasiləsiz inkişafı təmin olunur. Ümumiyyətlə coğrafi təbəqədə inkişafın əsas digər xüsusiyyəti də günəş enerjisi və yerin daxili enerjisi hesabına baş verir və coğrafi təbəqədə həyat və üzvü maddələr mövcuddur. Onun inkişafının ilkin mərhələsində su, hava, dağ suxurları mövcud olmuşdur. Bir neçə milyard il əvvəl isə orqanizmlər inkişaf etmiş və sürətlə yayılmışdı və onlar, yəni canlı orqanizmlər coğrafi təbəqənin bütün komponentlərinə təsir göstərmişdi. Onların dəyişməsinə səbəb olmuşdu. Nəticə olaraq da orqanizmlər coğrafi təbəqənin mühüm tərkib hissəsinə çevrilmişdilər. İndi isə gəlin suxurların dövran prosesindən danışaq. Ekranda gördüyünüz suxurların dövran prosesinin sxemidir. Deməli, birlə işarələnmiş maqmatik suxurdur. Deməli, bildiyimiz kimi müəyyən vulkan püskürmələrinin nəticəsində yer səthinə maqmatik suxurlar çıxır və bu maqmatik suxurlar əvvəlcə təbii ki də maye halında olur. Daha sonra onlar bərkiyərək maqmatik suxurlara çevrilirlər. Və bu maqmatik suxurlar eksogen proseslərin təsiri nəticəsində aşınır və başqa əraziyə daşınırlar. Və onu da qeyd edeyim ki, maqmatik suxurların aşılması nəticəsində çökmə suxurlar əmələ gəlir. Çökmə suxurlar da təbii ki, yenə də deyirəm, eksogen proseslərin təsiri nəticəsində müəyyən ərazilərə daşınır. Çökmə suxurlar həmin ərazilərdə çökdürüldükdən sonra müəyyən illər ərzində onlarda dəyişmə baş verir və bu suxurların dəyişməsi nəticəsində metamorfik suxurlar yaranır. Çünki demişdik ki, suxurların dəyişməsi nə adlanırdı? Metamorfizləşmə. Daha sonra metamorfik suxurlar yarandı. Onlarda yenidən ərimə baş verir. Metamorfik suxurlarda yenidən ərimənin baş verməsi yerin daxili enerjisinin hesabına baş verir. Yenidən ərimənin nəticəsində də maqma yaranır. Daha sonra maqmadan yenə də vulkanizm prosesləri nəticəsində maqma püskürür və yer səthinə çıxır. Beləliklə də püskürülmüş suxurlar yaranır. Və bu sxemdə də gördüyünüz kimi bu dövran daimi olaraq ardıcıl şəkildə baş verir. Bir də nəyə qeyd edeyim? Maqmatik suxurların aşınması və çökmə suxurlara çevrilməsi, bunlar günəş enerjisi hesabına baş verir. Sxemdə də görürsüz, günəş enerjisi ilə işarə olunub. Metamorfikləşmədir, maqmadır, yəni yenidən ərimə nəticəsində maqmaya çevrilməsidir və vulkanizm prosesləridir. Bunlar isə yerin daxili enerjisinin hesabına baş verir. Coğrafi təbəqədə orqanizmlərin yayıldığı və onların tərəfindən dəyişdirilən hissələrə biosfer deyilir. Burada həm də insan cəmiyyəti yaşayır. Ona görə də daha da sürətlə dəyişdirilir və bu ərazilər genişlənir. Yəni dəyişdirilmiş ərazilər daha da genişlənir və coğrafi təbəqənin insan tərəfindən dəyişdirilən hissələrinə coğrafi mühit deyilir. Coğrafi təbəqənin inkişafının 3 mərhələsi var. Biogenə qədərki mərhələ, biogen mərhələsi və antropogen, yəni müasir mərhələ. Biogenə qədərki mərhələ 3 milyard il əvvəl yaranıb, ən uzun mərhələdir. Kriptozoy eonunu əhatə edir. Ən qədim platformalar
burada yaranıb, yəni bu mərhələdə yaranıb. Üzüm mənşəli suxurlar və torpaq örtüyü də bu mərhələdə yaranıb. Daha sonra biogen mərhələsi. Biogen mərhələsi 580 min ilə əhatə edir. Fanerozen ionunu əhatə edir. Bitki örtüyünün inkişafıdır. Balıqların, suda quruda yaşayanların, məməlilərin, sürünənlərin və quşların yaranması bu mərhələdə baş verib və mərhələnin sonunda insan yaranıb. Üçüncü mərhələ isə antropogen və yaxud da müasir mərhələdir. 40 min il əvvəldən indiyə qədər olan dövrə əhatə edir. Ağıllı insan bu dövrdə yaranmışdı və ağıllı insanın yaranması ilə də insanların ətraf aləmə olan təsirləri daha da artmışdı, ekoloji problemlər yaranmışdı və s. Coğrafi təbəqənin quruluşunun və inkişafının qanun uyğunluqları mövcuddur. Bu qanun uyğunluqlar coğrafi təbəqənin bütövlüyü, ritmikliyi və zonallığıdır. Coğrafi təbəqənin bütövlüyü dedikdə bura daxil olan komponentlərin bir-biri ilə qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri başa düşülür. Bütövlük qanun uyğunluğuna əsasən bir komponent ayrılıqda mövcud ola və inkişaf edə bilməz. Onların arasında hətta əlaqə o qədər möhkəm olur ki, komponentlərdən biri dəyişəndə digəri də dəyişikliyə məruz qalır. Məsələn, meşələr qırılarsa bitki və heyvanlar aləmi yox olar. Və yaxud da torpaqların məhsuldarlığı aşağı düşərsə, eroziya başlayar, iqlim dəyişiklikləri baş verər, yəni iqlim daha quraq olar və s. Bu kimi prosesləri misal göstərə bilərik. Hətta bura təbii zona daxilindəki bitki və heyvanlar arasında baş verən qida zəncirində misal göstərmək olar. Qida zənciri bitki və heyvanların üzvü maddələri qida vasitəsilə bir-birinə ötürməsi prosesidir. Qida zəncirinin sxemi ekranda gördüyünüz kimidir. Göbələk və bakteriyalar yırtıcılarla qidalanır. Yırtıcılar ot yeyən heyvanlarla qidalanan heyvanlarla qidalanır. Ot yeyən heyvanlarla qidalanan heyvanlar adından da göründüyü kimi ot yeyən heyvanlarla qidalanır. Ot yeyən heyvanlar da bitkilərlə qidalanır. Əgər bunlardan biri olmazsa, yəni bu heyvanlardan hər hansısa bir halqa olmasa, ekoloji sistemdə çox böyük dəyişikliklər baş verə bilər. Məsələn, bütün ekoloji sistem dağıla bilər. Ot yeyən heyvanların məhvi bitkilərin çoxalmasına səbəb ola bilər, amma bütün ət yeyən heyvanların məhvinə səbəb ola bilər. Daha sonra ritmiklik qanun uyğunluğu, bu isə coğrafi hadisə və proseslərin nizamlı olaraq müəyyən zaman daxilində təkrarlanmasına deyilir. Tutaq ki, hər hansısa bir coğrafi hadisədir. O, sutka ərzində, hər bir sutka ərzində təkrarlanırsa, hər sutkada baş verirsə, o zaman ritmiklik hadisəsi hesab olunur. Və yaxud da il ərzində bir dəfə və yaxud da 2 dəfə təkrarlanan bir prosesdirsə, bu yenə də ritmiklikdir. Və yaxud da çox illik ərzində. Tutaq ki, hər hansısa bir hadisədir. 30 ildən bir baş verir. Bu da yenə də ritmikliyə aiddir. Onu da qeyd edeyim ki, ritmikliyin də 3 növü var. Sutkalıq ritm, illik ritm və çox illik ritm. Ekranda da görürsünüz. Sutkalıq ritm yerin öz oxu ətrafında hərəkəti nəticəsində yaranır. Və sutkalıq ritmik hadisələrə günəşin çıxmasıdır və yaxud da batması, şeyin düşməsi, gecə-gündüzün yaranmasıdır, qabarma sökülmə hadisəsidir və birizlərdir. İllik ritmik hadisələr isə yerin günəş ətrafında hərəkəti nəticəsində yaranan proseslərdir və illik ritmik hadisələrə fəsillərin yaranmasıdır, mussonlardır, temperaturun, yağıntıların illik gedişatıdır, qarın əriməsidir, çayların buz bağlaması və bitkilərin vegetasiyası aiddir. Çoxillik ritmlər isə coğrafi təbəqədə bir neçə il, 100 illik, 1000 və yaxud da milyon illər ərzində ritmlər şəklində özünü göstərən coğrafi hadisələrə aiddir. Çoxillik ritmik hadisələrə transqressiya və reqressiyadır. Yer kürəsində iqlim dəyişmələridir, istiləşmə və soyuma, 4-cü dövr buzlaşmasıdır, ümumiyyətlə buzlaşmalardır, dağımələ gəlmə və platforma mərhələləri aiddir. Üçüncüsü isə zonallıq qanun uyğunluğudur. Zonallıq qanun uyğunluğu nədir? Coğrafi təbəqədə ümumiyyətlə bu qanun uyğunluğunun yaranmasının əsas səbəbi yerin forması və onun xəyali oxunun orbit müstəvisinə meyilli olmasıdır. Və bunun da nəticəsində günəşin istiliyi müxtəlif paylanır, həmçinin rütubət də qeyri-bərabər paylanır və bunların da nəticəsi olaraq iqlimdir, aşınma prosesləridir, torpaq və bitki örtüyüdür, heyvanlar aləmidir. Bunların ərazilər üzrə müxtəlif yayılmasına gətirib çıxarır. Ümumiyyətlə, zonallıq enlikdən və hündürlükdən asılı olaraq dəyişir. Yəni, enlikdən asılı olaraq
Ekvatordan qütblərə doğru bilirik ki, həm günəş istiliyi, həm rütubət müxtəlif paylanır və bu da enlik zonallığının yaranmasına gətirib çıxarır. Enlik zonallığı düzənliklərdə olur. Hündürlük qurşağı üzrə istiliyin və rütubətin dəyişməsi isə hündürlük qurşaqlığı və yaxud da azonallıq adlanır və bu da dağlıq ərazilərdə özünü göstərir. Onu da qeyd edeyim ki, həm zonal, həm də azonal amillər var. Zonal amillər əsasən daxili qüvvələrin təsiri ilə formalaşır və coğrafi enlikdən asılı deyil, amma zonal amillər coğrafi enlikdən asılıdır. Deməli, zonal amillərə nələr aiddir? Bura iqlim aiddir. İqlimin daxilində temperatur və yağıntı nəzərdə tutulur. Daha sonra torpaq, bitki, heyvanlar aləmi və səth suları da zonal amillərə aiddir.